Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Goranboy rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, Nadirkənd kəndi ərazisində minik avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü Kələk kənd sakini 1986-cı il təvəllüdlü Adil Qəmbərov qeyd edək ki, ad-soyad şərtidir və onun övladı 2008-ci il təvəllüdlü Süleyman Qəmbərov həlak olublar. Sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Leyla Qəmbərova və 2011-ci il təvəllüdlü Yasəmən Qəmbərova isə müxtəlif xəsarətlər alıblar. Faktla bağlı araşdırmalar aparılır. Qeyd edək ki, səsləndirilən bütün ad-soyadlar şərti idi.